Allah. Allah rahmet eylesin. Allah rahmet eylesin. Bismillahirrahmanirrahim. Allahüllezî la ilahe illahu alimul gaybi veşşehâdeti. Allahüllezî la ilahe illahu el-melikul kuddusus selamul mu'minul kebbir. Subhanallahi amma yüşrikûn. Allahul halikul bari'ul hakim. Sadakallahul azim. Subhane rabbike rabbil izzeti amma yasifun. Ve selamun alel murselin velhamdülillahi rabbil alemin. Amin. Allah rahmet eylesin. Göyler kent Şəhidlər Xiyabanındayıq. Şahmurad balamızın anım günündəyik. Allah Teala her birinizə xoşbaxtlıq nəsib eləsin və eyni zamanda bütün şəhid atalarının, bütün şəhid analarının, qalan xeyir görsünlər. Ya Rabbim və Resulallah. Bugün xoş gündür, bugün gözəl gündür, bugün əminəmanlıq günüdür. Bu günləri bax əvvəl görürsünüz, bax izdihamdır maşallah. Bu xalq, bu cemaat, gururlu cemaat, xoşbaxt cemaat, İgid cemaatsız, İgid cemaatsız, sağ olun, geçin. Ona göre de Şahmurad balam bakır, görür bütün izdiham bunun döşündedir. Allah Teala onun yerinde cennet eləsin. Bir de bir rikasını, Allah her birinizden razı olsun. Bir xaşım var sizden, həmişəki xaşdır. Bütün şəhidlərin xatirəsini Hacmuradın tayin timsalında yad edək, Şahmuradın. Sonra isə tədbirimizi devam etdirək. Çok sağ olun, teşekkür ederim. Hürmetli cemaat. Mənim bir balaz yaxındır. Şahmurad bala, bu günləri senin solunda atomdur, sağında alondur. Karşında izdihamdır. Bak bu izdihamdır, göylər cemaatı yaradıb, qonaqlar yaradıb. Allah bu xalqdan cemaatdan razı olsun. Ve aynı zamanda göylər kənd icra nümayəndəsinin sədri hörmətli İxtiyar müəllim mənim yanımdadır. Göylər kənd Belediyesinin sədri Çingiz müəllim buradadır. Bu işe bakan şöbenin müdürü hörmətli Agil müəllim buradadır. Göylər kənd axundu mənim sağımdadır və bütün göylər cemaatı mənim döşümdədir. Hörmətli cemaat, hörmətli Şahmurad bala, sənin qarşında Şamaxıroğlu'nun aksaqqalı Ağazdan mənim sənin qarşındadır. Allah Teala her birinizden razı olsun. Teşekkür ederim her birinize hürmetli cemaat. Hürmetli benim kardeşlerim, elim cemaatim. Allah sizden razı olsun. Beləliklə, hürmetli Natiq müəllim, ben olsa danışıram. Danışacağım da, danışıram da. Buyur bir neçə kəlmə atarsan Şahmuradın. Çok sağ olasın. Elimiz, cemaatimiz, əziz dərd ortaqlarımız, hamınız xoş gəlmişsiniz. Bu günləri bizimlə olduğunuza görə hamınızı bağrıma basıb öpürəm. Hamınıza minnətdarım. Allah size var edəcək. Bu günləri bizimlə olduğunuza görə çox sağ olun. Kamala bana, Kamala bacı. Sözün var mı bu cemaate bu halka? Yoksa ben danışım. Çok sağ olun. Hürmetli Kendire Hanım. Danışabilmeden anası, bir neçə kəlmə. Evcun'un anası. Ben de tədbirə gələn bütün iştirakçıları salamlayacağım. Allah hər birinizdən razı olsun. Bu anım günlərimiz, günlər, adamların çoxluğu bizi də fərəhləndirir. Bizi yaşadan bu balalarımızın qururudur, fəxridir.
İnsanların şəhidlərə olan hörməti, ehtiramı artdıqca biz də ondan fərəhlənirik ki, şəhidlər unudulmur. Şahmurad balamızın bu gün anım günüdür. Allah atasına, anasına səbir versin, dözüm versin. Bizim bu balalarımızın hər biri, hər şəhidimiz bir qəhrəmandır. Hər biri bir dastandır. Hər biri bir kitaba sığmayan qəhrəmanlıq, igidlik göstəriblər. Onların ruhu qarşısında baş əyirəm. Gəlin bütün iştirakçılara Çox sağ olun deyirəm, Çox sağ təşəkkür edirəm, olun, çox sağ olun. Biz də sizə Kənd təşəkkür Çox sağ edirik. olun. Çox sağ olun. Çox sağ olun. Hörmətli Rəcəmə xanım, sən Göylər kəndindəsən. O gün Məlçobanda dedim ki, nədir o qadın nədir? Fakizə xanıma. Sən bu günlərin Məlçobandasın, bu gün Göylərsən, buyur. Allah şəhidlərimizin məqamımıza yerin cənnət eləsin. Amin. Allah şəhid analarına, şəhid atalarına səbir versin. Allah canlarını saxlasın, balalarını saxlasın. Allah ordumuzu qorusun, qazilərimizə can sağlığı versin. Amin. Allah icra nümayəndəmizi qorusun, sizə ağsaqqalıqdan əskiy eləməsin. Allah ixtiyar müəllim, Allah can sağlığı. Amma ayın 30-u haradaydınız bilmədim, Göylər qızıydım. Yanımda yox idiniz, bələdəmizlə bir yerdə. Allah sizi var eləsin. Elə burada da başqa qarşı olur. Allah canınızı mənə çatan. Orada sözlərini çəkirəm, buyurun. Düz deyirsən, düz deyirsən. Bundan qabaqki tədbirdə Başqa dönüm danışmışsan. düz deyirsən. Düz deyirəm, yəni Buyurun. şu an demək lazımdır yerim. Hə, daha bir beş bir. Allah balamızın yerin cənnət Amin. eləsin. Bacıma, qardaşıma səbir versin. Amin. Sağ olun. Bahar xanım buyur. Mən də hər birinizi salamlayıram. Allah nur və şəhid balalarımızın məkanı cənnət eləsin. Natiq qardaş, Kəmalə bacı, Allah sizə bol-bol səbir versin. Nə yaxşı ki, Allah bu millətimizdən, cəmaatımızdan yanımızdadır, bizi tək qoymur. Çox sağ ol, ağsaqqal. Allah sənə ağsaqqallıqdan əksik eləməsin. Çox hər biri sağ olun. Hər biriniz var olun, şəhid balalarımızın məkanı cənnət olsun. Allah şəhid atalarına, şəhid analarına bol səbir versin. Təşəkkür edirəm. Düz Təkin bacı. Bax İmran qoymadı mən İmranla oradan açma. Dedi buradan danışarsan. Buyurun. Hörmətli tədbir iştirakçıları, Allah Mən analarımızı yerdə ruhu şad qoyacağam. eləsin. Hamınız bizi bu günlərimizdə tək qoymursunuz. Allah Natiq qardaş, Şamala bacı, Allah bizə çoxlu səbir versin. Biz yaşayaq ki, balalarımızı yaşadaq. Balalarımızı anım günlərində Qənirə müəllimə demişkən, artdıqca say biz də biraz balalarımızın fəxri ilə yaşayırıq, qüruru ilə yaşayırıq. Heç bir ana belə oğuldan sonra yaşaya bilməz. Onları yaşadan onların fəxridir, qürurudur. Allah hamımızdan razı olsun, ağsaqqal, sənə də Allah kömək Təşəkkür olsun. edirəm. Allah çəkənlərdən, gələnlərdən, cəmiyyətimizdən, elimizdən, işçilərimizdən, rayon işçilərimizdən Allah hamımızın köməyi olsun. Bizi Amin. bu günlərdə tək qoymursunuz. Çox sağ olun. Allah şəhid valideynlərinə səbir versin. Allah Xədicə bacımızın yerin cənnət eləsin. Aramızdan tez getdi. Allah Çox sağ ol, bizə təşəkkür edirəm bacı. səbir versin ki, balalarımızı yaşadaq. Amin. Çox sağ olun. Allah Cəmilə, sənə danışdıracağım bugün. Buyur. gələnlərimizi var. Kəmal Allah bizə səbir versin. Cəmizə hamımıza səbir versin. Orada bu gözlərin çağırlarım. Qalib. Allah Bura dön. evlərin cənnət eləsin, qızların şad eləsin. Məhərrəm. Amin. Təşəkkür edirəm. Qalib ayırmıram sizi. Buyur. Allah köməyin olsun Ağsaqqal. Allah Təşəkkür edirəm. birinci növbə, ilk növbədə sənə təşəkkür edirəm. Bax bu soğuk havada, bu gecə sən bizdən ayrılmırsan. Qəti. Allah razı olsun. Bütün tədbir iştirakçılarını, gələn qonaqları, müəllimləri, müəllimələri, bütün dəyərli şəhid valideynlərin hamısını salamlayıram. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət, məqamları uca olsun. Amin. Natiq qardaş, Kəmal qardaş, Allah qəhrəman balovuzun məkanını cənnət Çox sağ olun, Amin. əzizim. Təşəkkür edirəm. Allah sizlərə səbir versin, bizlərə səbir versin. Allah bu ordumuzu qorusun. Bu Türəngi bayrağımızı daima Təşəkkür edirəm. dalğalandırsın. Hər birinə təşəkkür edirəm. Hörmətli cəmaət tərəfindən xahiş edirəm. Daha tələsməyə yerimiz yoxdur. Şahmuradın yanındayıq. Çox sağ olasın. İmran müəllim buyur. Şəhid atası. Hörmətli ziyarətçilər, hörmətli Göylər cəmaatı, mənim üçün ən doğum olan şəhid ataları, bacılarım, şəhid anaları. Allah hər birimizə bol dözüm versin. Bugünkü gün də bizim qəhrəman şəhidimiz Şahmurad balamızın şəhadət günüdür, anım günüdür. Allah Şahmurad balamızın timsalında bütün şəhidlərimizin məkanını cənnət eləsin. Bizim Şamaxı rayonunda iki qəhrəman balamızın şəhadət günüdür. Allah hər ikisinin məkanını cənnət eləsin. Onların timsalında bütün şəhidlərimizin məkanı cənnət olsun. Allah Göylər cəmaatı var eləsin, doğrudan
böyük qürurdur. Hər biri sağ olun, ağsaqqallar, ağbeyçəklər, müəllimlər, müəllimələr, hər birinizə mən də şəhid olaraq minnətdarlıq bildirəm. Ağsaqqal, siz də var olun. Təşəkkür edirəm. Rayon ictimaiyyəti, bütün şəhid-sevər insanlar, hər biriniz çox sağ olun. Çox sağ olun. Allah bir bacım dedi, bizim də köş düşdü bizə də 44 günlük şəhid vəziyyətlərini. Çox çətin demək. Xədicə bacımız bizim Allah rəhmət eylesin. nəslində elə bir şəhid bacı ən cavanımız idi. Dünyasını dəyişdi, hər birimiz güldük. Allah məkanın dönə-dönə cənnət eləsin. Çox sağ olun. Çox çətindir. Təşəkkür edirəm. Çox sağ olun. Allah Natiq qardaş, Kamal bacı. Allah hər birimizə bol gözün versin. Allah qalan evlatlarımıza bərəkət versin. Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun. Adım çəkdiniz. Mən də sizə təşəkkür edirəm bu işə görə. Bacım birinci adını çəkdi. Sonra növbə keçdi sizə. Biz dünən dəfn elədik şəhid anasının birin. Allah qalanları salamat eləsin. Orada mən çox razı qaldım şəhid atalarından. Bütün işləri o özləri yürüdülər. Mən tapşırığıma görə, o yekəli çıxmasın, mən reyimə görə, mənim fikrimə görə onlar hər işdə onlar yapışdılar. Eyni zamanda həyətdə də şəhid anaları, sizi hamınızı gördüm orada. Çox sağ olun. Allah təala bundan sonra sizə şəhadət qismət eləsin. Hər birinizə təşəkkür edirəm. Rıza müəllim buyur. Allah balanca rəhmət. Söylər kəndi öz payı verdi tələbədə. Bəli, bizim babalarımız, şəhidlər tələbədə Göylər cəmaatının özünün payı olduğunu göstərir. Hər bir adamın, insanın adında onun talihi əks olur. Şahmurad nə deməkdir? Murad arzu istə deməkdir. Şah isə ən yüksəkdir. Demək Şahmuradın ən böyük istəyi şahid olmaq olmuş. Və ona görə də Allah talihləri müəyyənləşdirəndə cənnətli insanları öz seçir. Və qəhrəmanlarımızdan biri olan Şahmurad, yenə deyirəm, Azərbaycanın ərazi bütövlüyündə, torpaqların azad olmasında öz payını verir. Və buna görə siz və bacım fəxr eləməz, şeylər olun, valideynlər, Allah şəhidlərə rəhmət etsin. Ceyhun müəllim. Şəhid atası buyur. Şahmurad balamızın ruhu şad olsun. Onun günləri şəhadət günüdür. Onun ailəsinə, əzizlərinə, yaxınlarına, Natiq qardaş sənə, Kamala bacı, Allahdan bolluca səbir diləyirəm. Sizin timsalınızda bütün şəhid atalarına, analarına Allahdan səbir diləyirəm. Allah qazilərimizə can sağlığı versin, veteranlarımıza can sağlığı versin. Allah bura gələn insanlar balaların xeyrini görsünlər. Balalarımızla biz sözümüzü demişik həqiqətən də. Onlar haqqında çox danışmaq olar, günlərlə, saatlarla, yəni bitməz, tükənməz danışmaq olar onların qəhrəmanlığından. Həqiqətən də onlar hər biri qəhrəmandılar. O düşünmədən canlarından keçdilər bu xalqdan ötürü, cəmaatımızdan ötürü. Allah şəhid balalarımızdan razı olsun, milyon dəfə. Allah bayrağımızı həmişə ucalarda dalğalandırsın. Bilirsiniz ki, dünənləri bizə ağır bir itki üz verdi. Bizim şəhid anamız, Elvin balamızın anası, Xədicə anamız dünyasını dəyişdi. Həqiqətən də xətri biz üçün çox bir əziz idi, çox bir dəyərli xanımdır. Şəhid anaları da dəyərlidirlər biz üçün. Allah qalanlara can sağlığı versin. Allah Xədicə bacının ruhunu şad eləsin ki, o getdi balasına qovuşdu. Allah bizə də xeyrisi ilə, həm xeyri, hər şeyin xeyrisini nəsib eləsin insana. Gərək o hissləri arzulayasan Allahdan. Allah dünyamızı salamat eləsin. Amin. Bura gələn insanlara təşəkkürümü bildirirəm. Çox sağ olun, var olun ki, Natiq qardaşıma təsəlli olmuşsunuz. O cümlədən də elə bizə şəhid ailələrinin hər birinə. Allah hər birinizdən razı olsun. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirik biz də sana. Hörmətli cəmaat. Şahmurad balamız Göylər kənd şəhidlər xiyabanında axırıncı anım günüdür. Ona görə də darıxma xahiş edirəm. Tələsməyək. Mənə məlumat veriləcək ağsaqqal, uşaqları səlyolar. Bir sayılı uşaqlar gəlsin. Candan can ayrıldı, şəhidim var Azərbaycan, vətən sağ olsun deyən igidim var Azərbaycan. Bu torpağa qan tökmüşük, şəhid verib diz sökmüşük, sanmasınlar biz ölmüşük, igidin var Azərbaycan.
Düşmən bizə oyun qurdu, viran etdi gözəl yurdu. Unutdular o bozqurdu, icidin var Azərbaycan. Buyur. Salam şəhid anası, mən də sənin bir balan. Olmasan daha qəhrəman, Şah Kəlbəcər alan. Sənin oğlun tapşırıb, səni mənə yar aldı. Məhuzunun sayəsində ordumun zəfər çaldı. Salam şəhid atası, sən necə qürurlusan? Dağ boyda oğlun gedib, yenə də düşdürmüsən. Ağappaq saçlarınla nur saçın, nur ata. Hər zaman qürurlu ol, həmişə dik dur. Buyur. Ürəyi yarımçıq arzular ilə qovuşdun rəhmətə ay şəhid balam. Qeyrətin, torpağın, dinin naminə çatdın şəhadətə ay şəhid balam. Vətən harayladı, vətən səslədi. Səni tək qəhrəman oğul istədi. İndi Azərbaycan azadə ölkədir. Son qoydun həsrətə ay şəhid balam. Dözülməz acıdır bu övlad dağı. Ömrümün ətirli bağçası bağı, evimin bəzəyi, nurlu çırağı. Dönübdür zülmətə ay şəhid balam. Sənə arzum idi, edim toy düyün. Heyif ki bəxtinə düşdü kördüyün. Bu fani dünyadan köçmüsən bugün. Əbədi cənnətə ay şəhid balam. Sənsiz yaxşı deyil mənim əhvalım. Ancaq ağlayıram, çox pistir halım. Öpüm, qucaqlayım, qoxunu alım. Dön gəl tez müddətə ay şəhid balam. Çox sağ olun, təşəkkür edirəm sizi hazırlayan müəllimə və eyni zamanda müəllimiyə. Allah'tan rəhmət diləyirəm. Şahmurad bizim məktəbin şagirdi olur. Birinci sinifdən 11-ci sinifə qədər göylər göstərdi. Öz mədəniyyəti, tərbiyəsi, qanacağı və ən əsası təmiri və gülərüzü ilə seçilən şagirdlərdən olur. Biz bugün onun qarşısındayız və mən bütün şəhidlərimizin o sıradan da şəhid valideynlərinin və Natiq müəllimin, Kəmalə xalanın qarşısında baş əyirəm. Allah rəhmət diləyirəm. Təşəkkür edirəm. 2 saylı məktəb gəlsin. Oradan qol verin. Bunda yer əsir səssiz. Hər daşda bir iz var, şəhid nəfəsi. Oğul getsə də nur saçır ələ, torpaq öpür onun ayaq izini. Qarabağ səslədi, o durdu dərhal. Vətən deyib getdi, dönmədi əsla. Qanı ilə tarixə yazıldı adı. Qanı ilə tarixə yazıldı adı. Bir cidin ömrü əbədi dastan. Ananın baxışında işıq var indi. Həm kədər, həm qürur qarışıb birgə. Oğul adın çəkir, hər dua vaxtı. Oğul adın çəkir, hər dua vaxtı. Göylər kəndi fəxr edir səninlə. Çox sağ ol, buyur. Boğaz düyümlənər, daha gəlməz söz. Necə deyəsən ki, oğlun şəhiddir? Hər şeyə dözmüsən, sən buna da döz. Necə dözəsən ki, oğlun şəhiddir? Qardaşım bu gecə yuxuma gəlib. Deyən bir bacıya ver bu xəbəri. De ki, qardaşının naşı sərilib. Vətən torpağına dünəndən bəri. Üzüş barmağına təzə dağ taxılıb, al qana boyanıb yazdığı məktub. Qoparmayın şəhid adlı yaramı. Düşmənlər duymasın bu fəryadımı. Bilmirəm sevinim ya ağlayım mı? Adın tarixlərə yazdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Ay ana saçını dərddən ağartma. Gəlib gedənlərə oğlunu sorma. Qara bəxtim deyib yanma, alışma. Adın tarixlərə yazdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Həyatda candan şirin deyin nə var? Şirin candan keçdi vətən üçün onlar. Əlbəttə yaşayacaq belə oğullar. Adın tarixlərə yazdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Təşəkkür edirəm. Asta basın o torpağa. Orada şəhid nəfəsi var. Qan qarışmış o palçıqda. Sönmüş şəhid həvəsi var. Qurban olum, yavaş gəzin. O dağlarda, o daşlarda. Qara şallı bir ananın. Dağlar boyda yarası var. Qurban olum, ana torpaq. Bərk qucaqla sən balanı. Güllə dəymiş şəhidimin. Gözü yaşlı anası var. Güllə dəymiş şəhidimin. Gözü yaşlı anası var. Allah təşəkkür. Sağ ol, buyur. Qismətin beləymiş, taleyin belə. Vətən üçün şəhid oldun Şahmurad. Adın zirvələrə doğru ucaldı. Özün ürəklərə doldun Şahmurad. Ölümüş sarsıtdı göylər elini. Coşdurdu, daşdırdı şair könlümü. Böyük Polad kimi, mübariz kimi.
sən də yaddaşlarda qaldın Şahmurad. Girdin döyüşlərə məğrurcasına, neçə düşmən yoğurdun qana, sənin üçün fəryad etsə də ana, gedişinlə zəfər çaldın Şahmurad. Çox sağ ol, sağ olun. Müharibədən keçir neçə il, neçə ay, ürəkdən gülə bilmir şəhid anası. Oğluna körpə vaxtı oxumuşdu laylay, indi qəbri üstündə çəkir ahı vay. Bir ana kimi toy etmək istəyirdi oğluna, oğlundan körpə... Yenə candan can ayrıldı, şəhidim var Azərbaycan. Vətən sağ olsun deyən, igidim var Azərbaycan. Bu torpağa qan tökmüşük, şəhid verib diz tökmüşük. Sanmasınlar biz ölmüşük, igidim var Azərbaycan. Düşmən bizə oyun qurdu, viran etdi gözəl yurdu. Unutdular o boz qurdu, Şahmurad tək igidim var Azərbaycan. Çox sağ ol, təşəkkür edim bala. Hamid müəllim buyur. Tam orta məktəbi hazırlaşsın. Buyur Hamid müəllim. Mən də bütün şəhid ailələrini salamlayıram. Hər birinizin qarşısında baş əyirik. Çox sağ olun ki, belə bir övlad böyütmüsünüz. Onlar öz canlarını torpaqlarımız uğrunda fəda ediblər. Allahdan hər birinə rəhmət diləyirik. Sizlərə də səbir diləyirik. Söz verdiyiniz üçün minnətdarım. Təşəkkür edirəm. Çox sağ olun. Gəl bana, keçdir bana. Qismətim beləymiş, taleyim belə. Vətən üçün şəhid oldun Şahmurad. Adın zirvələrə doğru ucaldı. Özün ürəklərə doldun Şahmurad. Ölümün sarsıtdı göylər elini. Coşdurdu, daşdırdı şair könlümü. Böyük Polat kimi, mübariz kimi. Sən də yaddaşlarda qaldın Şahmurad. Girdin döyüşlərə məğrurcasına. Neçə düşmən yoğurdun qana. Sənin üçün fəryad etsə də ana, gedişinlə zəfər çaldın Şahmurad. Bilirəm qurulu qaldı toyxanan, çəkilmədi duman, açılmadı dan. Ömrünü verib vətənə qurban, yolunu cənnətə saldın Şahmurad. Buyur bana. Payız gəldi, yenə gözüm yaşlıdır. Neçə şəhid verib ağladım. Soruşmayın, niyə gözün yaşlıdır? Şəhidimə lay deyib ağladım. Qurban olum sizdə olan qeyrətə, öz canını qurban verən millətə. Sizə qıyan düşmən gəlsin lənətə. Göz yaşımı sildim ağladım. Sizin kimi vətən sevən görmədim. Göz qırpmadan candan keçən görmədim. Torpağına canım deyən görmədim. Bugün sizi vətən bilib ağladım. Çox sağ ol, təşəkkür edirəm. Sizi hazırlayan müəllimə və eyni zamanda müəllimiyə. Sabahı müəllim buyur. Təşəkkür edirəm. Hər biriniz sağ olun, rəhmət edin. Buyur. Hər vaxtınız xeyir olsun, hörmətli tədbir iştirakçıları. Şahmurad kimi igid qəhrəmanlarımız Azərbaycanın şanlı tarixinə misli görünməmiş və unudulmayan dərin bir iz buraxdılar. Bizim borcumuz onları həmişə xatirəsini əbədi tutmaq, yüksəklərdə tutmaq və onların sayəsində Qarabağ torpaqlarında bugün Qarabağ Universiteti fəaliyyət göstərir. Həmin universitetdə minlərlə tələbə təhsil alır və bu da onu sübut etdirir ki, şəhidlərimiz heç vaxt unudulmayacaq, həmişə yad olunacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, valideynlərinə Allahdan səbir dilərim. Çox sağ olun müəllim, təşəkkür edirəm. Hər dəfə bizimləsən, sağ olun. Buyursun bağalarımız. Geç bu tərəfə. Ölənlər getdisə gəlməz, cahillər şəhidlik anlaya bilməz. Quranda aya var, şəhidlər ölməz, yaşayır, ölməyib, sağdır Şahmurad. Tanrının sizlərə vardır nəzəri, bahardır behişdən şəhid dəyəri. Şəhidlik xəbərin gələndən bəri, göz yaşım yağış tək yağdı Şahmurad. Bu elin sərvəti, mirası oldun, dığanı məhv edib, sən yası oldun. Düşmənin röyası oldun. Düşmənin gözündə dağdı Şahmurad. Qan ilə torpağa düşdü izlərin, döyüşdə düşmədi yerə dizlərin. Dövlətlər içində indi bizlərin üzümüz hər zaman ağdı Şahmurad. Çox sağ ol, təşəkkür edirəm sizi hazırlayan müəllimə və eyni zamanda müəllimiyə. İmam müəllim buyursun. 44 günlük vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda
canından qanından keçən hər bir şəhidimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə Allahdan şəfa diləyirik. Təbii ki, biz də məktəbimizdə şagirdlərin vətənpərvər ruhda yetişməsi üçün əlamətlər günlər, anım günü, zəfər gününü qeyd edir. Şagirdlərimiz bu şəhidlərin qəhrəmanlığına aid şeirlər söyləyirlər. Bugün həmin şəhidlərin içərisində Şahmurad qardaşımızın da anım günüdür. Allah ona rəhmət eləsin, məkanı cənnət olsun. Natiq həmkarımız Natiq müəllimə də ailəsinə can sağlığı arzu edirəm. Cəmi şəhidlərimizə Allah rəhmət eləsin. Təşəkkür edirəm. Çox sağ olun. Hörmətli cəmaət. Elə bir Sizə sizə səbir diləyirəm. Mən fəxr edirəm ki, Şahmurad kimi qardaşı tanıdım. 15 gün ona mən çiyin-çiyinə orada vuruşduq, bir yerdə yedik, bir yerdə yatdıq, bir tikəmizi böldük bir yerdə. Valla şəhidlərin ölməzliyi mən orada Şahmurad yaralananda gördüm. Onun üzündə elə bir təbəssüm var idi ki, onun belə sözlə ifadə eləmək olmur da. İkimiz bir gündə yaralandıq. Şahmurad qardaşım şəhadətə ucaldı. Allah məqamını daha da uca eləsin. Ailəsinə səbir versin. Şəhidlərin ölməzliyi mən bir daha bu yaxında Şuşaya getmişdim qazilərlə. Şuşadan qaydanda qazi qardaşımın biri yanımda yuxuladı. Heç 3 saniyə çəkərdi, çəkməzdi onun yatdığı. Yanında şəhid olduğu uşaq təzədən yuxusuna girdi orada, maşında elə biz gəldiyimiz yerdə. Uşaq şəhidin adını bağıraraq durdu. Mən həqiqətən sirkələdim ki, nə olub, gördüm gözləri qan kimi, qanla dolub. Adını çağırdı, dedim, nə olub, dedi ki, biz şəhid qardaşım yuxuma girdi. Həmin o yerdən, onların ruhları həqiqətən orada yaşayırlar. Qarabağ torpağında nədir? Gəziyicən onları, necə deyim, sözlə ifadə eləyə bilmirəm. Allah rəhmət eləsin, atası, səbir diləyirəm. Bir daha mən onların ölməzliyin orada Qarabağda gəzərkən gördüm həqiqətən də. O torpaqlar gəzərkən bizə dildə 20% gəlir, amma gəzdikcən qutarmaq bilmir, getdikcən, gördükcən adam fəxr eləyir ki, bu torpaqlar yaxşı ki, elə düşməndə qalmadı. Allah onların məqamını uca eləsin. Sizlərə də səbir diləyirəm hər birinizə şəhid. Təşəkkür edirəm. Çox sağ olun. Şəhid ata. Fərqi yoxdur, əskərin generaldır. Torpağı qoruyub şəhid olanların Allah hamısına da şad eləsin. Ha, bizim bu yazımıza gələndə bu Azərbaycanın 90-dan bəri şəhidlərimiz olub. Hamısı bu torpaqdan ötürü qanım verib, canım verib. Allah ruhları şad eləsin, qalanlarına səbir versin. Bu çəyəli bayrağımız daima bütün Azərbaycanda qalalansın. Xahiş edirəm şəhid valideynləri danışanda, kimdə danışanda başqa da müdaxilə eləmə. Uşaq da danışır, elə bir kəlmə söz deyirsə, bildiyi şeirlər yadından çıxır. Bunlara illərlə, aylarla əziyyət çəkirlər ki, şəhidimizin təzminlə danışsınlar. Allah cəm şəhidlərimizin yeri cənnətdir. Bu Azərbaycanı 2020-ci ildəki birliyi daim olsun. Bu birliyin sayəsində torpaqlar alındı. Söz yox ki, döyüşən bizim balalarımız oldu, qardaşlarımız oldu, amma xalqın da birliyi var idi. Elin obanın birliyi vardı. Allah elimizə bərəkət versin. Bu Azərbaycan dövlətində bəlkə deyim 50 cür millət yaşayır. Bunlar bu torpaqda yaşayır. Bu torpaq onların da vətənidir. Onlar da hamısı şəhid verir. Bu torpaqdan ötürü canım verən şəhidlərə Allah yerini cənnət eləsin. Allah Şahmurad balamızın da valideynlərə səbir versin. Biz bütün şəhidlərimizə fəxr edirik. Allah günləriniz olsun. Təşəkkür edirəm. Çox sağ olun. Hörmətli Sübhan qardaş. Heç kim danışa bilməz, heç kim haqqı yoxdur ki, kənardan müdaxilə eləsin. Bura şəhid döşündəyik. Şəhid döşündəyik burada. Bayram buyur şəhid atası. Allah Şahmurad balamızın yerini cənnət. Amin. Kəmalə bacıya şərif. Amin. Xan baba buyur. Şəhid atası. Allah hamımıza razı olsun. Natiq qardaş, Kəmalə bacı. Allah kəbrizini versin. Çox sağ ol. Allah Şahmurad qardaşı bütün şəhidlərin Amin. Amin. Çox sağ olun. Çox sağ olun. Xan Məmməd buyur. Şəhid atası. Çox sağ olun. Təşəkkür edirəm. Faik müəllim. Ağsaqqal dünəndən özümüzə gələ bilmirik. Bəli. Mən şəxsən özümdən bilirəm. Bugünkü günün səbəbkarı olan Şahmurad balamızın
işığına toplaşmışıq. Allah igid qəhrəman bağlarımızın hamısının məkanı cənnət eləsin. O cümlədən bugünkü gündə Şahmurad balamızın keçdiyi yollar aydındır, yoldaşı da danışdı. Onunla bir yerdə xidmət edən oğlan. Əziz balamız. Deməli, bunlar öz sözlərini belə demək olar ki, dedilər. Şəhid balalarımız hamısı öz sözünü dedi, necə kişi olduğunu da göstərdi. Allah xalqımızı, yurdumuzu, elimizi, obamızı, Allah göylər cəmaatı sizi var eləsin. Çox sağ olun. Hər birinizdən Allah razı olsun. Mən Ağsaqqal bir söz demək istəyirəm. Belə məqamdır. Onlar da hər biri şəhid atası, şəhid anası bizim əzizimizdir. Ataları bağrıma basıram, anaların əllərindən öpürəm, qarşılarında baş əyirəm bütün şəhidlərin. Amma dünənki qarşılanma, bizim Xədicə bacımızın qarşılanması da meclisə getdiyi qarşılandı. Allah qəbul eləsin. Məkanı cənnət olsun. Balasına qovuşdu. O günlər olsun ki, bizə xeyrisi ilə hər birimiz balalarımıza qovuşalım. Biraz bildim nə deyirsən? Demək olar ki, bildim. Başda qardaşımız Cəlal olmaqla qarşılanma mənim ürəyimcən olmadı. Hər birimiz elə olacaqsa o yaxşı qarşılanmaq deyil. Mən dünən çəkdiyimi heç vaxt çəkməmişdim. Mənim doğma bacım ölsəydi dünən yandığım kimi yanmazdım. Xədicə bacı bizim bacılarımızın hamısının əllərindən öpürəm. Çox sağ olun şəhid anaları. Allah balalarınızın məkanı cənnət eləsin. O yaralı ürəyinizə mən qurban. Allah sizin adınız həmişə yüksəklikdədir, balalarınızla bir yerdədir. Ona görə ki, sizin qəhrəman, igid, vicdanlı, qeyrətli, vətən qədrini bilən oğlunuz var. Bəli, onların adını həmişə təmiz saxlamaq lazımdır, həmişə ucalarda olmalıdırlar. Və fürsətdən istifadə edib deyirəm, bütün Azərbaycan var olsun. Sağ ol. O üç rəngli bayrağımız vətən səmalarından heç vaxt düşməsin. Allah xalqımıza səbir versin. Allah balalarımızın məkanı cənnət olsun. Allah sizlərə səbir. Çox sağ olun hər biriniz. Ağsaqqal o deyəndə mən Allah biraz sizə çox sağ olun. Amma elə şey var ki, ürək doludur. Ürəkdə çox şeylər var. Mən sizə təşəkkür edirəm. Hər bir kəs diqqətli olmalıdır. Mən xahiş edirəm bütün şəhid atalarından da, analarından da, bax bizim rayonun ictimaiyyətindən də hər biriniz çox sağ olun. Əvvəla razıyam. Hər bir işdən, toplantılardan, bax burada bu göylər cəmaatının ki bu hərəkəti var ha, bu izdiham var ha. Bu bizə bəs eləyir. Bu bizim üçün fəxirdir, fəxarətdir. Nümunəvidir. Bəli, biz balalarımızı bax belə seçməliyik. Bunlar siz özünüz dediyiniz kimi Ağsaqqal, bunlar inanc yerimizdir. Bunlar bu balalarımız bizim elə bir şücaət göstəriblər ki, bunları unutmaq ən aşağısı insafsızlıqdır. Həmişə bunların qarşısında baş əyməliyik. Hər bir şəxssə baş əyməlidir və onunla mən şəxsən fəxr edirəm hər balamla, bax buradakı şəhid balalarımla, Azərbaycan şəhidləri ilə və qazilərə bugünkü gündə şəfa diləyirəm. Bugünkü gündə bax döyüşdə deyirəm, üzr istəyirəm, Allaha şükür ki döyüş yoxdur. Səngərdə vətənimizi qoruyan bütün əskərlərimizin başına dönüm. Allah onlara səbir versin. Allah onların anaları bala həsrəti çəkməsin heç vaxt. Salamat, sağ gedib salamat qayıtsınlar. Çox sağ olun cəmaat, sağ olun. Sağ olun. Allah razı olsun hər birinizdən. Sağ olun qardaşlarım. Siz də əziyyətimizi çəkirsiniz. Ay müəllim, gözəl qeyd elədiniz. Allah Teala o qadının yerini cənnət eləsin, o bacımızın yerini. Gözəl insan idi. Bəli. Düz razı qaldım sizdən. Bir neçə öz, bəlkə də hamınız bir əkilil hazırladınız. O əkilil özü böyük bir şeydir. Görürsünüz, prezidentimiz ən yüksək adamlar üçün əkilil hazırlayır. O əkilil özü böyük bir şey oldu.
O Əkil özü böyük bir numune oldu. Əkil özü böyük bir dayaq oldu. Hər birinizə təşəkkür edirəm. Hörmətli şəhid atalar, sizi mən gördüm. Siz çox yaxşı təşkil edədiniz. Deyirəm o şəhid atalar elə də 5 dənə də qərənfil itirə nümayəndə. Şəhid atalarım ben deyim. Sözdə şəhid atalarım. Allah təala hər birinə. Çox, Paşlı xanım buyur. Bəlkə gətirəcəklər, başlarında ola bilər gətirəcək. Hər birinizi salamlayıram. Hörmətli şəhid ataları, şəhid anaları. Hörmətli, dəyərli Natiq qardaşım, Kəmalə bacım. Balozun yeri cənnət olsun, məqamız olsun. Mən bütün şəhidlərin qarşısında baş əyirəm. Bir də o deyirəm ki, Xədicə, bizi bağışla ki, sən yaşada bilmədik bu həyatda. Bəlkə mən gecə heç baş yastığa qoymamışam. Səhərə qədər belənin içinə Xədicə deyə qalmışam. Allah bütün şəhidlərin yerini cənnət eləsin, məqamları ucuz olsun. Yalvarıram hər birinizə, gəlin bir-birimizə dəyər verək. Balalarımızdan sonra biz atalara, biz analara dəyər verin. Dəyər verin. Çünki bizim ürəyimiz bala dağlıdır. Çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. Salamlayıram tədbir iştirakçılarını, başda şəhid ailələr olmalı baxın. Bizim orada şəhidimizlə daxil cəmi şəhidlərimizə Allahdan rəhmət eləyirəm. Yerləri cənnət olsun. Allah əzizlərinə, atalarına, analarına səbir versin. Allah rəhmət eləsin. Çox sağ olun. Təşəkkür edirəm. Şahmuradın dostları buradadır. Yoldaşları buradadır. Xahiş edirəm gəl Şaman müəllim, gəlin bura. Allah da sizə səbir versin. Qrup yoldaşlarım, bu qardaşlar çəkilən oturasınız gəlin. Allah rəhmət eləsin. Gəlin göllərinizi qoyun. Allah rəhmət eləsin. Yeri cənnət olsun inşallah. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Şahmurad ümumiyyətlə bizim məktəb illərindən özbəri vətənpərvər bir həqiqətən vətənimizi canı fəda etməyə hazır olan bir oğlu idi. Şahmurad ümumiyyətlə heç müharibəyə getməmişdən də əvvəl bu vətənpərvərlik mövzusunda ən çox diqqət yetiriləsi evladlardan biridir. Şahmuradın ata və anasına öz təşəkkürümüzü bildiririk ki, belə bir evlad yetirmişsiniz, böyütmüsünüz, başa çatdırmışsınız vətənimizə layiqli bir oğul olub. Allah rəhmət eləsin. Şahmurad haqqında biz danışsaq daha yəni saatlarla, günlərlə danışarıq. Amma ki, yəni burada vaxtı nəzərə alaraq qısa şəkildə danışırıq. Yəni Allah rəhmət eləsin. Çox sağ olun. Hər birinizə təşəkkür edirəm. Sağ olun. Çok sağ olun, teşekkür ederim. Şehit kardeşi, İlham kardeş buyur. Amin. Her birine teşekkür ederim. Hiçbir darıxmon cəmaat. Çünki dedim qeyd edelim ki, Şahmurad balam Göylər Şəhidlər Xiyabanında axırıncı anam günümüzdür. Darıxmayın, hamıza söz verəcəyim. Hörmətli namaz. Hər birinizə səbir versin. Təşəkkür ederim. Sabahınızda məkanı cənnət olsun. Çok sağ olun. Allah'ı bacım. Tevfik. Şehit atası buyur. Allah cəmaatdan razı olsun ki. Amin. Nadir qardaşımı tək belə şeydə çox yaşadılar. Allah Hər şey yaxşı. cənnət məqamını cənnət versin. Teşekkür ederim. Vasif, şehit atası buyur. Bu şəhidləri öz gəldikləri, öz gələcəklərin hamısını 2020-ci ildə Qarabağ torpağının azad olunmağı üçün canlarını qoydular. Allah'tan bütün şəhid valideynlərinə və şəhid atalarına səbir diləyirəm. Allah'tan Amin. Çok sağ ol, teşekkür ederim. Ver. Zakir buyur. Şəhidlər 44 günlük vətən müharibəsində öz sözlərini deyib. Şəhidlər Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin edib. Allah onların hamısının ruhunu şad eləsin. Şahmurad
Zahir, Tərlanla bir yerdə şəkilləri var müharibədə. 44 günlük vətən müharibəsində. Allahdan səbr diləyirəm valideynlərinə. Sağ olun. Təşəkkür edirəm. Hacı Mirəli qardaş. Buyurun. Allah razı olsun hamınızdan. Sağ ol. Və sizlərdən. Bu vaxta qədər nə lazımdır ağlımıza gələni etdik. Şimdi gəlin Allah Taala'dan evladın itirən valideynlərə təsəlli deyir. Allah Taala onlara səbr, dözüm verir. Bütün şəhid analarının, şəhid atalarının qarşısında baş əyir. Allah rəhmət etsin. Sizi Allah Taala var eləsin. Allah bütün cemaati var eləsin. Allah bütün şəhid ataların, anaların var eləsin. Allah bütün xalqımızı var eləsin. Ordumuzu var eləsin. Qazilərimizin canını salamat eləsin. Bu bağlarımızın yeri cənnət olsun. Biz bugün nə ediriksə, hara gediriksə, nə alırıqsa, nə tükürüksə bunların sayəsindədir. Ali Başkomandan İlham Əliyev cənablarının sayəsindədir. Hörmətli cemaat, heç kim bloqlaşa bilməz. Hər hansı bir vəzifədə olan insanlar hamısı bunların sayəsindədir. Heç kim daha demişəm, bu yaxında tədbir oldu, Gen Azərbaycan fədə. Orada da Allah'ın olsun, nədən adam vardı, dayandı. Adam vardı deməli, axsaqalım, mən söz diləkçiləmə yaraşmaz. Mən qan bağlayıram. Amma hamısı bunların sayəsindədir. Allah Teala bunların atasının, anasının qalan bağlarını salamat eləsin, ya Rabbim və Rəsulallah. Bu günləri qeyd elədim, Şahmurad balamız Göylər Kənd Şəhidlər Xiyabanında axırıncı anım günüdür. Bu müddət ərzində mənimlə bərabər olan hörmətli Göylər Kənd İcra nümayəndəsinin sədri İxtiyar müəllim olub. Hörmətli Göylər Kənd Bələdiyyəsinin sədri hörmətli Çingiz müəllim olub. Qardaşımız Aqil müəllim olub. Mənim sağımda dayanan hörmətli axunumuz həmişə mənim yanımdadır. Hörmətli cəmaat hamısı mənim yanımdadır. Bununla bərabər bütün axunlar, Göylərin axunları, bir də Bünər Adnanlı kəndindədir. Bunlar da bizim yanımızda olub. Allah onlarına canını salamat eləsin. Vətənpərvərdir, cəmaatpərəstdir. İnandırım sizi ki, harada nə işləri olmuş olsa, o anım günü, o ad günü burada olmaq bu insanlar. Hər birinə təşəkkür edirəm. Hər birinə təşəkkür edirəm. Mən də fərəhləyirəm sizin bu işlərinizi görəndə. Mən də bu cəmaatın xalqım, həlvəci xalq mənim arxamda edirəm. Mən də bu xalqımın afsaqqalım. Gələk, torpağın düzün afsaqqalı görür ki, bunların afsaqqalım, bunlar mənə söz verir, bunlar mənə məzən, mən də bunların da arxasından döşüdən gedirəm. Hörmətli cəmaat, bu məqamda mən sözüm Göylər Kənd İcra Nümayəndəsinin sədri hörmətli İxtiyar müəllimə verirəm. Buyurun. Çox sağ olun. Mən bütün hanım iştirakçılarını salamlayıram. Xüsusən qonaqlara çox sağ olun deyirəm ki, həmişə bizimlə iştirak etmişsiniz. Allah bütün şəhid valideynlərinə, atalarına, analarına bol-bol səbir versin. Bu günləri dövlətin həmişə ana xəttində, təbliğatında az öncə burada bizim Vahid qardaşımıza qeyd elədi. Şəhidlər anılır, yaşayır və gələcəkdə onlar bütün dövlət quruluşumuz nə qədər inkişaf etsə, şəhidlərin yeri ucadan uca, onların haqqında kinolar, dastanlar, salnamələr yazılır və yazılacaq. Gələn nəqləriniz var olsun, Allah köməyiniz olsun ki,
5 il keçməsinə baxmayaraq yüksək səviyyədə qeyd edirsiniz. Yəni nə qədər uzun müddət keçsə də bizim yadımızdan çıxmaz, unutmarıq, unutturmaq. Allah razı olsun, Allah rəhmət eləsin. Sağ olun. Təşəkkür edirəm. Göylərin sözlərə fərəhlənirəm. Ona görə ki, hamısı bu bağlarımızın sayəsindədir. Hamısı bu xalqımızın sayəsindədir. Allah bu xəlqdən, bu cəmaatdan razı olsun. Hamısı sizin sayənizdə, hörmətli cəmaatım. Hörmətli Çingiz müəllim, Göylər kənd bələdiyyəsinin sədri, buyurun. Çox sağ olun söz verdiyinizə görə. Bu günləri ən gözəl, əziz bir gündür biz üçün. Şahmurad balamızın şəhidlik zirvəsinə yüksəldiyi bir gündür. Natiq qardaş, Şamala bacı, Allah səbrinizi versin. Bu cəmiyyət, bu insanlar həmişə sizin yanınızdadılar. Elimizdə, kəndimizdə sizinlə bu şəhid ailələridir, valideynləridir, analarıdır, atalarıdır. Həmişə bir yerdədirlər. Sizin bu, onların bir yerdə olması, sizin yaşadıqlarınızı hiss edib gəlib burada bir yerdədirlər. Bu vətən, bu dövlət, bu torpaq, bu bayraq nə qədər dalğalanacaqsa, bu insanlar həmişə qəlbimizdə yaşayacaq, onların xatirəsi ucada tutulacaq. Hər birinizə təşəkkür edirəm. Allah səbrinizi versin, Allah cəm ölənlərə rəhmət eləsin. Amin. Təşəkkür edirəm. Hörmətli cəmaat, qonaqlarımız çoxdur. Allah hər birindən razı olsun. Qonaq demək olmaz. Hamısı bir qazanın içərisində olan adamlardır. Hamısı bu bağlarımızın başına toplaşırlar. Nə qonaq? Qonaq yoxdur. Hamısı bu bağlarımızın başındadır. Hamısı bu bağlarımızın yanındadır. Hamısı bu bağlarımızın sayəsindədir. Dağbağırlı Kənd İcra Nümayəndəsinin sədri Davud müəllim buradadır. Buyurun Davud müəllim. Mən də bütün şəhid valideynlərinə, şəhid atalarına başsağlığı verirəm. Onlara Allahdan səbir diləyirəm. Və bu şəhidimizə də Allah rəhmət eləsin. Atası, anası Allah Taala'dan səbir diləyirəm. Sağ olun. Təşəkkür edirəm. Sağ ol Ağardan xanım söz verdiyinizə görə. Hörmətli ziyarətçilər, qonaqlar, əziz şəhid ailələrimiz. Mən də hər birinizi Şamaxı rayon icra hakimiyyətinin başçısı, hörmətli Tahir müəllim, rayon icra hakimiyyətinin kollektiv adından salamlayıram. Və Şahmurad qardaşımızın timsalında cəm şəhidlərimizə uca Allahdan rəhmət, onların valideynlərinə səbir, dözüm diləyirəm. Vətən müharibəsində qazanılan qələbənin üstündən artıq 5 il keçib. Bundan sonra 50 il də keçsə, 100 il də keçsə. Təbii ki, şəhidlərimiz heç vaxt unudulmayacaq. Onların əziz xatirəsi həmişə yad olunacaq. Bu millət, bu xalq, bu dövlət var olduğu müddətdə şəhidlərimiz heç zaman unudulmayacaq. Onların əziz xatirəsi həmişə yaddaşlarda qalacaq. Çox sağ olun, diqqətinizə görə minnətlər. Təşəkkür edirəm, çox sağ olun. Seyran, elə bizim yanımızdasan hər dəfə, hər saat, hər axşam, hər anam günlərdə, ad günlərində, həmişə şəhidlər xiyabanı Şamaxı, Göylər şəhidlər xiyabanında, Məlkəbanı kənd şəhidlər xiyabanında, Quştəpə şəhidlər xiyabanında, Şərədir şəhidlər xiyabanında, həmişə yanımızdasan. Bəli, borc yoxdur, borc yürürməlidir. Buyur. Buyur, söz səndədir. Mənəviyyat hiss edən insan gələn şəhid valideynlərinin, şəhid ailəsinin daima yanında olur. Buyur. Mən də öz növbəmdə bütün tədbir iştirakçılarını salamlayıram. Bütün şəhid valideynlərinə başsağlığı verirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Çox danışmaq olar, adam biraz danışmaqda insan çətinlik çəkir. Allah Xədicə anamıza da rəhmət eləsin. Məkanı cənnət olsun. Bütün şəhid valideynlərin qarşısında başlayın. Çox sağ olun. Çok sağ olun. Teşekkür ederim. Ruslan müəllim buradadır. Ruslan. Çox sağ olun, var olun ki, gəlmişsiniz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların valideynlərinin qarşısında biz hər zaman baş əyirik. Allah onlara bundan sonra xoş günlər qismət etsin inşallah. Və Allah bu millətimizdə bu vətən müharibəsi zamanı yaranan birliyi heç vaxt almasın. Həmişə bir olaq, həmrəy olaq. O gözəl bayrağımız da həmişə dalğalansın. Allah canınızı sağ eləsin. Təşəkkür edirəm. Hörmətli birinizə bu qarşıdakı ağsaqqal bizə minnətdarlığını bildirir. Təşəkkürün bildirir. Cəmaatlıqdan, eldən, obadan əski olmayasınız. Mən hələ sözümü yekunlaşdırmamışam, bir neçə kəlmə müəllimə söz verirəm. Buyurun. Cəmaat, Allah hamımızdan razı olsun. Xahiş eləyirəm,
Əfəndi dua verəndən sonra yox da mən özüm öz xahişimi eləyim ki, bizə gedək bir istikan çay içək, ondan sonra dağlaşaq. Allah hamımızdan dönə-dönə razı olsun. Allah cəm şəhid valideynlərinə səbir versin. O bacımıza da Allah rəhmət eləsin. Balasına qovuşdu. Təbii ki, dünəndən mən bağları danışa bilmədim. Allah hamımızın səbrim. Mən dünənləri İmran qardaşıma səs atdım. Dedim, birlik, bərabərlik odur. Bizim birliyimiz bərabər mi? Məzarın kənarında, bacımızın məzarının kənarında şəhid valideynlər toplaşmışdı. Mən elə bütün çıxışlarımın axırında deyirəm ki, birliyimizi, bərabərliyimizi qorusun. Bax, bərabərlik budur. Allah hamımızın səbrini versin. Allah o bacımıza da rəhmət eləsin. Cəmi şəhidlərimizin məqamları uca olsun. Allah sizdən razı olsun. Gələn qonaqlar, hamımızın qonaq, cəmaat, Allah hamımızdan razı olsun ki, bu belə nəsə bizim ildə belə olur da, havamız nəsə, qurban olum Allaha. Bu da bir qədərdir, bu da bizim üçün bir imtihandır. Allah hamımızdan razı olsun. Təşəkkür edirəm. Hava gözəl, hava cənnət, hava mülayim, hava xoş. Bundan artıq sənə nə lazımdır? Çox sağ olun, hörmətli cəmaat. Bax, görürsünüz, yaxşılıq nə gözəl şeydir.